TikTokda kiberfırlatçılıqla məşğul idim. TikTokda dələduzluq edən şəxs saxlanılıb. Caspian Press xəbər verir ki, Nəsimi rayon polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar, kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, TikTok sosial şəbəkəsində qazanc TikTok, Zahid.Əliyev 114, Yusif Mamedov adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar, kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verir. Zahid Əliyev adlı səhifədə və Rasim Əliyev adlı səhifədə qazanc TikTokda səhifəmdə insanlara investisiya edərək, kazino oyunlarda balans artım edərək onlara yüksək məbləğli pul verəcəyimi vəd etmişəm, amma verməmişəm. Təxmini 20-dən çox insanı aldatmışam. Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar. İnvestisiya və ya yatırım adı altında gələn şirinlikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər. Şəxsi və ya bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.